Amerikaya gedərkən özümə aparacağım əşyalardan biri bu kitabımdır. Düşünürəm ki, uzun yol zamanı səmərəli vaxt keçirmək üçün ideal seçimlərdən biridir. Digəri isə sketchbook'umdur. Sketchbook sadəcə mənim üçün bir dəftər deyil, eyni zamanda bütün ideyalarımın başlanğıcıdır və içi də bu formadadır. Mən özümlə Amerikaya mənim üçün çox dəyərli olan bir əşyamı, kameramı aparacağam. Hamı özü ilə dəftərkar aparır. Mən isə özümlə öz tərəzimə aparıram, çünki rejim hər yerdə rejimdir, Amerikada belə. Mən Amerikaya öz laptopumu aparıram. Bunun bir neçə səbəbi var. Ən əsas səbəblərindən biri isə odur ki, mən Excel üzrə yarışmaya gedirəm və yarışmaya hazırlıq prosesində ən çox kömək ola bilən əşya laptopdur. Həmçinin burada filmlərə, seriallara baxa bilərəm, bizi uzun yol gözləyir, musiqi dinləyə bilərəm və digər. Əlavə olaraq özümlə kitab aparıram. Bunun yazıcısı Amerikalıdır, ona görə bunu simvolika hesab edirəm. Oxumağa yeni başlamışam və planlayıram ki, Amerikada bitirərəm. Mən dəyişkənliyi sevirəm. Buna görə də Amerika səfərimdə sıxılmamaq üçün özümlə birlikdə hobilərimi götürməyi planlayıram. Həmçinin də xatirə yığmağı çox sevdiyim üçün özümlə digital kameramı, bir də film kameramı aparmağı planlaşdırıram ki, həm dostlarımla birlikdə çoxlu xatirələr yığım, oradakı beynəlxalq arenada oradan xatirələr yığım və yanımda bunları aparmağı düşünürəm. Mən Amerikaya özümlə ən sadiq dostumu aparmağı fikirləşirəm. Mənim laptopum, hansı ki, bütün mənim uğurlarımda və fəaliyyətim zamanı mənim yanında olur. Və əlbəttə, hansı bir iş, keyfiyyətli bir vaxt olar.